Salam əziz dostlar, mən Anar İbrahimov. Bu videoda sizə Namazovun Riyaziyyatdan Çalışmalar kitabında səhifə 75-də məsələ 12 və məsələ 13-ü izah edəcəm. Məsələ 12. Əkin sahəsi il ərzində 10% artıb 55 hektar oldu. İlin əvvəlində əkin sahəsi neçə hektar idi? Əkin sahəsini gəlin x götürək. Yəni ilin əvvəlində əkin sahəsi x hektar idi. Şərtdə deyilir ki, 10% artıb 55 hektar oldu. Yəni, əkin sahəsi ilin əvvəlindəki əkin sahəsi 10% artdı. X ilin əvvəlində biz əkin sahəsini x götürdüyümüz üçün gəlin x-i indi 10% artıraq. Bunu əvvəlki videolarımda ətraflı izah etmişəm, indi də izah edim. X-i 10% artırmaq üçün x üstəgəl, x vur 10%, o da bərabərdir. X üstəgəl, x vur, 10%-in yerinə 10 böl 100 yazırıq. Onu da 100-ə bölündə 0,1 elədiyi üçün x üstəgəl 0,1x, bu deyilir 1,1x. Yəni, x-i 10% artırdıqda 1,1x edir. Şərtdə deyir ki, 10% artıb 55 hektar oldu. Biz də 10% artırdıq. 1,1x-i 55 hektara bərabər edik. Buradan da alınır ki, x bərabərdir 55 böl 1,1. Bu deyilir 50 hektar. Deməli, əkin sahəsi il ərzində, ilin əvvəlində 50 hektar idi. Artdı oldu 55 hektar. Yəni, 10% artdı. Bu deyilir, il ərzində 5 hektar artdı. Bu, məsələ 12. Gəlin keçək növbəti məsələyə. Yenə də 6-cı siniflər üçün nəzərdə tutulmuş Namazovun Riyaziyyatdan Çalışmalar kitabı səhifə 75-də məsələ 13. Fəhlə planı 110% yerinə yetirərək 440 detal hazırladı. Fəhlə neçə detal hazırlamalı idi? Fəhlənin planı x olsun. Yəni, fəhlə x ədəd detal hazırlamalı idi. Bu da 100%-dir, düzdür. 100%im x detaldır. Bu isə 110%-i yerinə yetirib 440 detal edir. Yəni 110%im də 440-dır. Bunu da ənənəvi tənasüb üsulunu həll edirik. X bərabər 440 vur 100 böl 110. Bu deyilir 400 detal. Deməli, fəhlənin planı 400 detal imiş. Fəhlə isə onu 10% artıq yerinə yetirərək 440 detal hazırlamışdır. Deməli, fəhlə 40 detal əlavə və yaxud 10% əlavə detal hazırlamışdır. Bu videomda bu qədər. Növbəti videolarda görüşənədək. Hələlik.